namazları var bu ayın. Bir dənə xüsusi namaz var, onu deyirəm sizə inşallah. Hər gecə şam xifta namazından sonra qala bilərsiniz. 2 rükətdir. Hər rükətdə həmd, 3 dəfə ixlas. Bu gecənin namazını qılıram deyirsən, qürbətən Allah. Və namaz bitəndən sonra, salamlardan sonra duanı oxuyursan. Hansı duadır? Qoy oxuyun bunu. Amma bu duanı əllərini qaldırırsan oxuyursan. İnşallah bu duanı oxusuz, bu namazı qılsız, duavuz qəbul olar. Nasıl bir hacətiniz varsa bu namazla hacətinizi ala bilərsiniz. La ilahe illallah vahdehu la şerike leh ve lehul mulk ve lehul hamd yuhyi ve yumit ve huve hayyun la yamut بيده الخير وهو على كل شيء قدير وإليه المسير ولا حول ولا قوة إلا بالله العلي العظيم اللهم صل على محمد النبي الأمي وآله